Bizim bütün qohum-əqrabanın evində xana var idi. Xana olmalıydı, toxumalıydılar, bir ilə bir xalçalar. Misal üçün, hər il deyirdilər ki, bunu bu il toxuduq. Özdə ki, işləri qutaranda oturardılar, qış gecələri oturardılar. Bir-birinə qonaq gedəndə, məsələn, ev yesə xörək hazırlayardı, gələn otururdu xana dibində və yaxud da uşaqlar oynayanda deyirdilər ki, keç 2 dənə ilmə vur orada. Xana belə başa gəlirdi. İlk dəfə Küveytdə oldum o festivaldan. Küveytdə mən master klass aldım. Yəni, orada 75 sənətkar, xalça və xəttatlar. Mən artıq bir dənə Türkiyədən brend var idi, Musa Kazım. O axırda dedi ki, mən bıçağımı ancaq Fatimə xanımın qabağında qoya bilərəm. Ki, simpoziumdan gələn məktublar indi də var ki, məndə hələ xalça tarixində bu mövzuları, yəni qoyan, ortalığa qoyan yoxdur. Mən Qafqaz etniklərinin totem və mifologiyaları mövzusunu qoymuşdum xalçalarda. İşləməyə imkan da vermirlər. Hər gələn başçını qabağına tapşırıq qoyulub ki, işləməməlidir. Və əllər də görünmür. Respublikada UNESCO-ya 6 ay girə bilmədilər, tapşırıqlar yox idi. UNESCO-ya girmişəm. Ekspertlər gəlirdi. Alberto Baralevo, məsələn, ekspert kimi gəlmişdi. Azərbaycanda xalça yoxdur. Rəsmi rəy vermişdi. Onu axırıncı günü buraya getirdilər. Yəni, buradan rəy verdi. Birinci yer aldım Təbriz Universitetində. Təbriz Universitetində 3 dənə mühazirə söylədim. Onların xahişi ilə, xalça tarixindən. Və sonradan rektorun iştirakı ilə mənə tələbələrin toxuduğu əl işi, Qızılgül dəstəsi xalçada onu bağışladılar. Dərd ondadır ki, mən o festivallarda ad qazanırdım. Bütün ölkələrin tədbirlər vaxtı, səfirləri o tədbirlərdə olurdu, konsul orada olurdu, oradakı diaspora orada olurdu. Yəni, bütün hər kəs öz ölkəsindən gələnin arxasında dururdu. Biz səfirliklərə hətta zəng eləyirdik. Sıfır reaksiya. Diasporaların əksəriyyəti, hansı ki o festivalda çox vaxt koordinatorlar erməni olurdu, menecerlər erməni olurdu. Sadəcə bir dəfə dövlət, sənin dövlətin sənin yanında görünməsi vacib idi. O sənətkarlar mənə ustad deyirdilər həmişə. Amma onların qarşısında həmişə təhqir olunmuş formada, həmişə sənin pul mübahisən var, həmişə sənin problemin var, sənin sənədində problemin var, sənin yerləşməndə, sənin yük daşınmanda. Yəni, artıq bunu görməkdən doğrusu bezdim. Mən elə bir bu məktəbi böyütmüşəm. Heç nədən, buranı mən tikmişəm, daşını da mən qoymuşam. Bu həyətdə gül çiçəyi də mən əkmişəm. Hər bir qarışını təmizləmişəm, ağac əkmişəm. Və burada bu işi də bu qədər böyütmüşəm. Bu da mənim üçün bir övladdır. 4 uşağım da bir övladdır. Başqalarının övladlarını da böyütdüyüm, köçürtdüyüm də var. Amma uşaqlarımın bəli, arzularını da bu işə qoymuşam. Onu bəzən bağışlaya bilmirəm özümə.